Buradan geçilir, memnuniyet isteyebilirler için. Neresi bir fasyondu. Bilinmir ki oradan gelir, oradan gelir. Niçin gelir, neye göre getirilir bilmir. Что за прошельцы какие-то. Самые просто. Какие-то. Sonra da gelip otururlar burada, bu binada. Cürbəcür qapılarda 5-ci, 7-ci, yuxarıdakı qoca arvadın, aşağıdakı 1-ci mərtəbədə cürbəcür fasonlarda zətdə otururlar. Cürbəcür pozğun, əxlaqsız seslər çıxardırlar. Da bir də görürsən ki, əvvəl qızlarla gəlirdilər. Da ağzıma gələni demişim, onları şantaj eləmişim, qızlarla gəlmir, indi addenlə gəlirlər, oğlanlar addenlə, qızlar addenlə. Da gəlirlər, otururlar burada, hərəsi də açır, bıraxır evi, elə bir ki, bura ev deyil, pritondur. Biz evdə yaşamırıq, avaraxanada yaşayır, sonra da namusdan, qeyrətdən danışırlar. Pozğunlar, əxlaqsızlar yuvası. Daha sonra da namusdan, qeyrətdən danışırlar. Deyirlər ki, filan beş məkan belə, beş məkan. Evdə oturan mən, küçələrdə verilənən bunlar. Gələnlər. Mən nələr eləməyib, depressiya salıblar mən. Da bu pozğunlar, əxlaqsızlar, bilinməyən mənbəyi və mənşeyi, bilinməyən hansı yuvanmışdı, hardan gəlirlər. Prişelistlər, Yapon oxşayırlar, heç Azərbaycana oxşamırlar. Yapon geyşalarına oxşayırlar. Erməni, yarısı erməniyə oxşayır, yarısı da Yapon geyşasına. Galaktikadan gəlirlər, hardan gəlirlər bilinmir. Qızları da, oğlanları da. Gəlir, otururlar burada, tərbiyəsiz seslər çıxardırlar. İlk gündən gör neçə vaxt artıq. Burada yalından da belə saman altından su yeridirlər, gezirlər. Yəqin ona görə Qarabağda bunların başlarına ermənilər təcavüz getiriblər də, belə göylər, asimanlar tərəfindən bunlar üçün bir bəla gəlib. Orada oturublar, orada minoqqalardan çıxıblar. Onlar da erməni gəlib eləyib, təcavüz eləyib onlara. Yalandan oturublar orada, burada qeyrət namusdan dəm vurur.